Şəki turizm mərkəzi kimi tarixin və təbiətin birləşdiyi unikal bir məkandır. Şəhərin turizm sahəsində əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Hazırda rayon ərazisində aparılan bütün bərpa və mühafizə işləri tarixi orijinallığın qorunmasına, abidələrin gələcək nəsillərə əsl dəyəri ilə çatdırılmasına da xidmət edir. Hal-hazırda Şəki rayonunda şəhər bələdçi xəritəsi, muzeylər xəritəsi, sənətkarlıq xəritəsi, dağ piyada marşrutlarında turistlərin rahat hərəkət etməsi üçün hiking marşrutu xəritəsi işlənib hazırlanmışdır və regional idarə tərəfindən bütün sənayeyə, bütün muzeylərə bu çap materialları təqdim olunur. Bölgəyə gələn qonaqlar Şəki üçün ənənəvi olan kəlağayılarla və onları ərsəyə gətirən ustalarla da tanış olurlar. Gün ərzində 10-15 kəlağay işləyirik. Yəni ən klassiklərdən biri soğanıdır, ağ kənarı naxışlardır, ağ kənarı bənövşəyi, göy, cürbəcür rənglərdə. Kim nə sifariş verərsə ona uyğun işləyirik. Turistlər üçün ipək istehsalı və kəlağayların hazırlanması prosesini izləmək də maraqlıdır. 8-də iş başlayır, vaxtında işimizə gəlirik, işləyirik, 12 barama işləyirik. Şəki iqtisadiyyatının böyük hissəsi bugün turizm üzərində qurulub desək yanılmarıq. Tarix, təbiət, mədəniyyət, kulinariya və müasir turizm xidmətlərinin mükəmməl vəhdəti Şəkini Azərbaycanın turizm xəritəsinin mərkəzi şəhərlərindən birinə çevirib. Əli Səmədov, İbrahim Mustafayev, Ayşən Cümşüdova, ASTV Xəbər.